Körpü bina MTK. Masazırda mərkəzi yolun kənarında. Qanuni 2 otaqdan 3 otağa düzəlmə. Çox gözəl səliqəli şəkildə təmir olunmuş. Təmirdən sonra yaşayış olmayan belə bir gözəl mənzil təqdim edirəm sizlərə. Təqdimata başladıq mənzilimizin qonaq otağından. Qonaq otağına 3 pəncərəsi var. Vitraj pəncərə. Birbaşa prospektə baxır. Bütün avtobus və taksilər binanın qarşısından keçir. Çox gözəl baxışı var mənzilin. Masazırda mərkəzi yolun kənarında körpü bina MTK-yə məxsus. 16 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir mənzilimiz. Bu hissədə mətbəx nəzərdə tutulub. Qanuni 2 otaqdan 3 otağa düzəlib 68 kvadrat metrdən ibarətdir. Kubçalıdır. Kubça hazır əldədir. İndi isə keçək mənzilimizin digər hissələri ilə. Baxın, bura TV stent yığılıb səliqəli şəkildə. Əla mənzildir, çox gözəl mənzildir. Körpü bina MTK. Çox möhtəşəm bir MTK-dır. 2 mərtəbəli yeraltı avto dayanacağı var binanın. Geniş həyət hissəsi var. İndi isə keçək təqdimata digər hissələrlə tanış olaq. Mənzilimizin əsas giriş qapısıdır. Giriş qapıdan daxil olarkən sağda yerləşir sanuzel. Təbii ki, metlaq olan hissələr isti döşəmədir. Belə bir gözəl səliqəli şəkildə sanuzel yığılıb. İnfrastruktur cəhətdən yaxşı şəraitli bir ərazidə yerləşir. Yəni yaxınlığında məktəbdir, bağçadır. Bütün yaşayış obyektləri var. Daha bir otağımız burada var. Bu otaqdan eyvana çıxışımız var. Mərkəzi yolun tam kənarındadır mənzilimiz. Ətraflı məlumat almaq üçün 050 521 41 88 nömrəsi ilə əlaqə saxlayırsınız. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Biz sizə onların satışında köməkliyi göstərəcəyik. Üçüncü otağımız isə bu hissədə yerləşir. Görürsünüz, D-disk otaqdır. Körpü bina MTK Masazırda mərkəzi yolun kənarında yerləşən 16 mərtəbəli binanın 7-ci mərtəbəsində belə bir gözəl mənzil təqdim etdim sizlərə. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTokdan izləyirsiniz. Sizin də satışda əmlakınız varsa, buyurub bizə müraciət edə bilərsiniz.